Prezident Jacques Chirac, Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində parlaq qələbəsi münasibəti ilə bir daha təbrik etdi, dəvəti qəbul edib Parisə rəsmi səfərə gəldiyinə görə minnətdarlığını bildirdi. Azərbaycanın demokratiya və hüquqi dövlət quruculuğu yolunda Prezident İlham Əliyevə uğurlar arzuladı. Azərbaycanın yeni liderinin ilk rəsmi səfərini Fransaya etməsini yüksək qiymətləndirən Prezident Jacques Chirac, Fransa ictimaiyyətinin bu səfərə xüsusi əhəmiyyət verdiyini söylədi. Prezident İlham Əliyev Parisə etdiyi ilk rəsmi səfərin onun üçün də böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, bu səfərin Prezident Jacques Chirac'la Prezident Heydər Əliyevin dostluq münasibətləri zəminində formalaşan və inkişaf edən Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi ətrafında geniş fikir mübadiləsi apardılar.